Bu sualda da deyək ki, A nöqtəsinin iki kəşlə müstəvinin hər birinə qədər olan məsafə. Bax, yenə iki kəşlə müstəvi dedikdə çəkirik bu şəkildə xəttimizi. Hər hansı bir A nöqtəsi götürürük. Çünki deyək ki, iki kəşlə müstəvinin hər birinə qədər olan məsafə. Məsafə söhbəti varsa, orada perpendikularlıqdan söhbət gedir. Bax, bu oldu məsafəmiz. Hər birinə qədər məsafə deyir 7-dir. Deyir ki, bu nöqtə olan kəşmə xəttinə, müstəvidən kəşmə xəttinə qədər məsafə isə bilir ki, müstəvidən kəşmə xətti bax bu hissədir. Buradan da bura 14'dür. Bax, yenə 2 dənə düz bucaq yarandı. Və indi bura fikir verirsən, hipotenuz 14, katetin biri 7. Bu hansı düz bucaqçı? 1 o birinin yarısı olurdu. Hansı da 30 dərəcə bucaq qarşısındakı kateti. Deməli, bura 30 dərəcədir. Və bilirik ki, iki kəşlə müstəvidir. Əgər kəşmə xətdən nöqtəyə xətt çəkilibsə, o tənbölən rolunu oynayır. Yəni, bura 30-dursa, onda burada 30 dərəcə olacaq. Deməli, onda mənə də deyir ki, iki müstəvi arasında qalan bucağı tap. Bunlar iki müstəvi arasında qalan bucaqda bütöv götürsəm neçə dərəcə olacaq? 60 dərəcə olacaq. Deməli, axtardığım bucaq 60 dərəcəlik bucaqdır.